Salam dostlar, gəlin bugün çox maraqlı və vacib bir suala cavab axtaraq. Öz iradəmizlə necə dostlaşa bilərik? Ceylan Momağlunun yanaşması əsasında gəlin bu daxili mübarizənin sirlərini birlikdə açaq və özümüzü daha yaxşı anlayaq. Bilirsiniz, bəzən olur. Bir işi görmək istəyirsiniz, amma elə bil içərdən nəsə sizi saxlayır. Məsələn, səhər tezdən durub idman etmək istəyirsiniz, amma yorğan sizi buraxmır. Planlar qurursunuz, hədəflər qoyursunuz, amma günün sonunda görürsünüz ki, heç nə etməmisiniz. Bu daxili savaş, bu mübarizə yəqin ki, hamımıza tanışdır. Yaxşı, bəs bunun əsl səbəbi nədir? Niyə beynimiz özümüzə qarşı işləyir? Gəlin bir anlıq zehnimizi, beynimizi böyük bir krallıq kimi təsəvvür edək. Eynilə bir krallıq və bu krallıqda hakimiyyət uğrunda daim mübarizə aparan iki dənə çox güclü hökmdar var. Bizim gündəlik bütün düşüncələrimiz, qərarlarımız, hətta tənbəlliyimiz belə məhz bu iki hökmdarın mübarizəsinin bir nəticəsidir. Yaxşı, kimdir bu hökmdarlar? Gəlin tanış olaq. Kral limbik və kral prefrontal korteks. Onların xarakterlərini necə işlədiklərini anlasaq, əslində özümüzü anlamağın açarını kapmış olacaq. Baxın, bu iki kral bir-birinə heç bənzəmir, tamamilə fərqlidirlər. Bir tərəfdə kral limbik var, o çox sürətlidir, emosionaldır, anlıq reaksiyalar verir. Digər tərəfdə isə kral prefrontal korteks, o isə yavaşdır, təmkinlidir, hər şeyi götür-qoy edir, məntiqlə hərəkət edir. Biri ürəyi ilə, o biri isə beyni ilə qərar verir desək, yanılmarıq. Deməli, kral limbik, o bizim beynimizin ən qədim, ən ibtidai hissəsidir. Belə deyək, mağara adamından qalma bir mirasdır. Onun tək bir dərdi var, səni həyatda saxlamaq. Ona görə də o düşünmür, anında reaksiya verir. Məsələn, qəfil bir səs eşidəndə yerindən sıçrayırsan, eləmi? Bax o, kral limbikdir. O təhlükə ola biləcəyini düşünüb səni qorumağa çalışır. Amma sonra kral prefrontal korteks gəlir. O, beynimizin yeni müasir ağıllı hissəsidir. O tələsmir, o bir strategdir, mühakimə edir, plan qurur, gələcəyə düşünür. Məsələn, itirdiyin açarları axtaranda, dayan görüm, axırıncı dəfə hardaydım, nə edirdim, deyə düşünməyə başlayırsan, bax o an idarə etməni məhz kral korteks ələ alır. Yaxşı, anladıq. Biri emosiyalarla, digəri məntiqlə işləyir. Biri ani qərarlar verir, o biri hər şeyi ölçüb biçir. Bu iki kral daim bir-biri ilə savaşır. İndi gəldik ən vacib suala. Bu krallığı kim idarə etməlidir? Əsl hökmdar kim olmalıdır? Bu bitməyən mübarizəni, bu daxili savaşı kim dayandıra bilər axı? Kim bu iki gücü bir araya gətirib onlara ortaq bir məqsəd üçün işləməyi əmr edə bilər? Onlardan daha üstün bir güc olmalıdır, deyilmi? Cavab əslində gözümüzün qabağındadır. O güc elə sizsiniz. Bəli, siz. Siz bu krallığın sadəcə sakini deyilsiniz. Siz onun imperatorusunuz. Sizin işiniz bu iki kralı idarə etmək, birini navaq susturmaq, o birinin navaq söz vermək lazım olduğunu bilməkdir. Nəzarət tamamilə sizin əlinizdə olmalıdır. Bəs bu idarə etməni necə ələ almaq olar? Bunun üçün çox güclü bir təsəvvür texnikası var. Düşünün ki, daxilinizdə bir elektrik açarı var. Sakitliyə, dincliyə, sevdiklərinizlə vaxt keçirməyə ehtiyacınız olanda o açarı insan rejiminə keçirirsiniz. Amma vacib bir iş görmək, bir hədəfə çatmaq, güc və fokus lazım olanda o açarı dık deyə canavar rejiminə keçirirsiniz. Bu, şüurlu şəkildə öz zehni vəziyyətinizi dəyişmək. Baxın, bu çox vacib bir məqamdır. Əgər siz bir imperator kimi o taxta oturmasanız, o taxt boş qalmayacaq. Onu kim tutacaq? Ya sizin ən primitiv instinktləriniz, o tənbəl və tələskən kral limbik, ya da daha pisi, başqaları, xarici qüvvələr sizi idarə edəcək. Yəni, ya öz həyatınızın hökmündarı olacaqsınız, ya da başqalarının oyununda bir piyada. Seçim sizindir. İmperator olmağın ilk addımı bəlkə də ən çətinidir. Özünə valideyn olmaq. Bu nə deməkdir? Yəni, bəlkə də həyatda başqalarından görmədiyiniz o dəstəyi, o qayğını, o gücü, o təlimatı özünüz özünüzə verməlisiniz. Daxilinizdəki boşluqları başqasının doldurmasını gözləmək əvəzinə özünüz doldurmalısınız. Bu, əsl gücün başlanğıcıdır. Yaxşı, imperator taxta oturdu. Bəs onun silahları nədir? Bu krallığı idarə etmək, onu qurmaq üçün hansı alətlərə ehtiyacı var? Gəlin iradəni yaradan o möhtəşəm silahlara baxaq. Bütün o bəhanələrin, o sabah edərəmlərin, o zəifliyin tək bir dərmanı, tək bir zəhər əleyhinə dərmanı var. Bu üçlükdür. Əzm, qərarlılıq və iradə. Bu üçü bir araya gələndə qarşınızda heç bir bəhanə, heç bir maneə dayana bilməz. Bəlkə də eşitmisiniz bu sözü, amma gəlin bir də dərindən düşünək. Daşı dələn suyun gücü deyil, davamlılığıdır. Yəni, uğurun sirri bir dəfəyə böyük bir zərbə vurmaqda deyil. Hər gün, bəli, hər gün atılan kiçik amma davamlı addımlardadır.
Məhz o kiçik addımlar sonda ən möhkəm daşları belə dəlib keçir. Böyük bir hədəf qoyanda, məsələn, bir dağa dırmaşmaq istəyəndə, zirvəyə baxıb qorxmaq normaldır. Amma heç kim o dağı bir addıma fəth etmir ki, çarə nədir? O böyük hədəfi kiçik, hətta gülməli dərəcədə kiçik addımlara bölmək və hər gün sadəcə bir addım atmaq. Bir olimpiya çempionu kimi hər gün nizam-intizamla o kiçik addımı atmaq lazımdır. İndi sizə qəribə görünə biləcək, amma inanılmaz dərəcədə güclü bir psixoloji fən deyəcəm. Özünüzlə yazılı müqavilə bağlayın. Bəli, düz eşitdiniz. Bir kağız götürün, nə edəcəyinizi yazın və altına imza atın. Bu, sizin imperator tərəfinizin tənbəl və impulsiv kral Limbikə verdiyi bir əmrdir. Artıq qaydaları mən qoyuram və sən bu qaydalara tabi olacaqsan. Bu, öhdəliyi ciddiyə almaq üçün super bir üsuldur. Beləliklə, bütün bu danışdıqlarımızı bir yerə yığsaq, nə görürük? Daxilimizdəki o krallığı, o mübarizəni idarə etməyi öyrənəndə, əslində biz taleyimizi yazmağa başlayırıq. Biz artıq hadisələrin qurbanı yox, öz həyatımızın müəllifi oluruq. Və unutmayın, həqiqətən də unutmayın ki, öz taleyinizi dəyişmək, həyatınızın hekayəsini yenidən yazmaq sizin yalnız və yalnız sizin əlinizdədir. Keçmiş, başqalarının fikirləri, bunların heç birinin əhəmiyyəti yoxdur. Önəmli olan bugün, bu an hansı qərarı verdiyinizdir. Yaxşı, bəs indi, bu andan etibarən, zehninizin imperatoru olaraq arzuladığınız o həyatı qurmaq üçün bugün verəcəyiniz ilk fərman, atacağınız ilk addım nə olacaq? Bəlkə də bu sadəcə 10 dəqiqə kitab oxumaq və ya kiçik bir gəzintiyə çıxmaqdır. Fərqi yoxdur. Əsas odur ki, ilk fərmanı verin və hərəkətə keçin. Elə indi.